Salam, hörmətli müəllimlər. Bugün isə 9-cu sinifin növbəti mövzularını izah edəcəm və bugün 10-cu mövzudan başlayırıq. 10-cu mövzumuz sadə təmir işləri bölməsi ilə bağlıdır. Bilirsiniz ki, imtahanda sadə təmir işləri bölməsinə aid suallar, testlər düşür. Baxaq. Ağacdan hazırlanmış pəncərələrin təmiri texnologiyası necə yerinə yetirilir? Biz ağacdan hazırlanmış pəncərələrin təmiri dedikdə, elə adından məlum olduğu kimi ağacdan, yəni taxtadan olan pəncərələr nəzərdə tutulur. Düzdür, müasir dövrdə daha çox plastik pəncərələrdən istifadə edirik, amma bəzi evlərdir, misal üçün bir çox evlərdir ki, onlarda hələ də ağacdan hazırlanmış pəncərələrə üstünlük verilir ki, bəs ağacdan hazırlanmış pəncərələrin hansı yaxşı tərəfləri var, yəni müsbət tərəfləri var, hansı pis tərəfləri var? Gəlin onlara baxaq. Deməli, ağacdan hazırlanmış pəncərələr bildiyimiz kimi xarici təsirlərə davamlıdır. Səsi, istiliyi, izoliyə etmə qabiliyyətinə malikdir. Hətta otaqda olan rutubəti qoruyub saxlaya bilir. Amma mənfi tərəfi ondan ibarətdir ki, yəni vaxt keçdikcə bu pəncərələr köhnəlir. Üzərində olan boyalar lay-lay qopub tökülür. Oduncaqdan olduğu üçün başlayır bu ağacdan olan pəncərələr çürüməyə. Düzdür, görünüş baxımından biraz təmirə ehtiyacı olur ki, və bunların təmirindən danışacaq. Ağacdan hazırlanmış pəncərələri necə təmir edə bilərik? Ağacdan hazırlanmış pəncərələrin təmir mərhələləri var. Baxaq görək onlar hansılardır. Deməli, ağacdan hazırlanmış pəncərənin təmiri 7 mərhələdən ibarətdir. Bu mərhələdə, deməli, birinci nə etmək lazımdır? Birinci, biz iş yerini hazırlamalıyıq. Düzdür, mərhələlərin içərisinə aid deyil. Yəni, işə başlamazdan əvvəl ilk öncə biz təmir üçün iş yerimizi hazırlamalıyıq. Bu zaman belə deyək də, məişət texnikasının, mebelin üzərinə polietilen örtük çəkirik. Yəni, orada həmin iş aparılan yerdən onu kənarlaşdırmaq lazımdır. Birinci nə edirik? Deməli, ilk öncə pəncərənin sökülməsinə başlayırıq. Birinci mərhələmiz nə oldu? Birinci, pəncərəni götürürük. Yəni, onu çərçivəsindən, o hansı ki, quraşdırıldığı yerdə, çərçivəyə ki, quraşdırılır laylar, onları çərçivədən söküb çıxarırıq. Pəncərəni çərçivədən söküb çıxarandan sonra onun sökülməsində hansı ki, onun laylarını çıxardırıq. Hansı ki, onun üzərində o şüşələri hamısını çıxardırıq, təmizləyirik. Üzərində olan mismarlar, yəni furniturları, hər bir şeyi çıxarmaq lazımdır. Onsuz da bunlar yenisi ilə əvəz olunacaqdır. Və pəncərənin təmirində deyir, əgər onların diaqonallarının uzunluğunda 1 mm fərq əmələ gələrsə, yəni hər hansı bir səhvliyə yol versək, 1 mm fərq qoysaq biz orada təmir zamanı. Zaman keçdikcə, müəyyən bir dövrdən sonra orada bir yarıq əmələ gələcək. 0,6, 0,7 qalınlıqda millimetrlik yarıq əmələ gələcək. Ona görə təmir zamanı diqqət etmək lazımdır ki, orada fərq olmasın. Deməli, diaqonalların uzunluğunda 1 mm fərq əmələ gələrsə, o sonradan nə qədər yarıq əmələ gətirir? O 1 mm getdikcə 0,6, 0,7 mm-lik yarıq əmələ gətirir. Deməli, pəncərənin ilk mərhələsi, təmir mərhələsi nə oldu? Pəncərə çərçivəsinin sökülməsi. Bəs ikinci mərhələ nədən ibarətdir? İkinci mərhələ isə pəncərə çərçivəsi boyadan təmizlənir. Deyirəm, biz pəncərənin çərçivəsini sökəndən sonra onun laylarını söktük, şüşələrini çıxartdıq, furniturlarını çıxartdıq. İndi isə keçirik onun boyasının təmizlənməsinə. Bəs boya neçə üsulla təmizlənir? Boya 2 üsulla təmizlənir. Bu üsullar hansılardır? Bir termiki yolla, bir də kimyəvi yolla. Termiki yol dedikdə nə nəzərdə tutulur? Təbii ki, fen. Fenin vasitəsilə biz çıxarırıqsa boyanı, bu termiki üsul hesab olunur ki, fenin 5-10 santimetrlik məsafədən həmin o boya olan səthləri qızdırırıq və boya qabardıqda biz onu rəngsaz mala qaşıyıcısı ilə kənarlaşdırırıq. Yəni, bu termik üsulda yerinə yetirir. Həm fendən istifadə etdik, həm rəngsaz mala qaşıyıcısından istifadə etdik. Və kimyəvi üsul dedikdə isə, kimyəvi üsul
Bunun üçün biz yuyucu məhlullardan istifadə edirik. Yəni yuyucu məhlulu çəkdikdən 20-30 dəqiqə keçəndən sonra yenə rəngsaz malası köməyi ilə hansı ki qabaran o köhnələn boyaları onun səthindən təmizləyib çıxardırıq. Düzdür. Həmin bu mayelərdən istifadə etməyin də bir sıra çətinliyi var. Çətinlik nədən ibarət ola bilər? Bu mayelər bizim üçün çox zəhərli ola bilər. Bizim dərimizə düşdükdə bizə hər hansı bir ləkələr, fəsadlar verə bilər və bəzən olur ki, pəncərələr yağlı boya ilə boyanır və bu boyanı yağlı boyaların da qalıqları həmin səthdə qalarsa əgər biz onu nəyin köməyi ilə çıxardırıq deyə sual olursa, pəncərədə qalan boya qalıqları onda götürürük sımbata kağızı və cilalayıcı qəliblərin köməyi ilə təmizləmək olar. Təkrar deyirəm. Deməli, pəncərənin təmirində birinci mərhələ nə oldu? Pəncərənin sökülməsi. İkinci mərhələ nə oldu? Çərçivədən boyanın təmizlənməsi, hətta açıqlamasını da izah elədim. Boya neçə üsulla təmizlənir? Üçüncü mərhələ bəs nədən ibarətdir? Üçüncü mərhələ əlif yağının hotdurulmasıdır. Əlif yağı nə üçün çəkilir müəllimlər? Bir düşünək. Əlif yağı gələcək rüşeymlərin inkişafının qarşısını almaq üçün. Niyə deyirlər ağacdan hazırlanmış pəncərələrə, mebelə həmişə qurd düşür? Niyə? Çünki o təbii oduncaqdan olduğuna görə onlara cücü düşməsin deyə, bit düşməsin deyə, qurd düşməsin deyə onlara əlif yağı çəkilir. Yəni gələcək rüşeymlərin inkişafının qarşısını alır, çürümənin qarşısını alır. Və bu əlif yağını 3-4 dəfə cəld hərəkətlə hər qat, əvvəlki qat tam hopduqdan sonra çəkmək lazımdır. Və sonraki mərhələ, yəni 4-cü mərhələ artıq pəncərənin bərpa edilmə mərhələsidir. Deməli, 4-cü mərhələ nədən ibarətdir? Pəncərənin bərpa edilmə mərhələsidir ki, bərpa edilməsi nədir? Artıq bu mərhələdə biz pəncərənin hansı ki o künc hissələrində, bir-birinə birləşən hissələrində ağac mıxlardan istifadə edirik ki, bu pəncərənin bərpa edilməsidir. Həmin bu ağac mıxları isə tacvari burğu vasitəsilə deşərək yerinə yetirmək olar. Ağac mıxların diametri hansı ki onun yerləşdirəcəyi, onun birləşdirəcəyi hissədən 0,5-0,7 mm böyük olmalıdır. İndi mən sizə ağac mıxı işarələyirəm. Baxın, elə burada da işarələnib. Ağac mıx görürsünüz, oduncağın öz materialındandır, amma hiss olunur ki, orada yumrudur. Yəni o əlavə quraşdırılmağı bir o qədər hiss olunmur, amma artıq siz bunu öyrəndiyinizə görə, hardasa görəndə, yəni seçə biləcəksiniz ki, bilməli bu ağac mıxdır. Dedik, ağac mıx da tacvari burğu vasitəsilə hazırlanır. Sonraki mərhələ isə pəncərə çərçivələrinin zamaskalanma mərhələsidir. Zamaskalanma mərhələsində hansı ki o oduncaqdan hazırlanmış pəncərənin çat hissələri var, misal üçün yarıqları var, cızıqları var ki, onlar zamaska vasitəsilə örtülməlidir. Deməli, tacvari burğu nə oldu? Müxtəlif ölçülü dəlikləri açmaq üçün istifadə olunmuş ən əsası açar sözümüz içi boş, silindr şəklində olan burğudur. Deməli, müəllimlər, biz deyirik ki, ağacdan hazırlanmış pəncərələrin çatlarını, cızıqlarını, oyuqlarını nəyin vasitəsilə zamaskalayıb doldururuq? Həmin onu zamaska vasitəsilə də, yəni həmin hissələr doldurulur. Həmin bu zamaskanı biz ev şəraitində necə hazırlaya bilərik? Ev şəraitində hazırlamaq üçün bizə bir hissə, belə deyək, 3 hissə taxta kəbəyini bir hissə yapışqanla qarışdırıb elə hazırlayırıq. Hacım. Hazırlayırıq və ondan sonra, zamaskalayandan sonra həmin hissələri xırda zərrəcikli sumbata kağızı ilə cilalayırıq və cilalamadan sonra artıq növbəti mərhələ, 6-cı mərhələmiz boyanın çəkilmə mərhələsidir. Təkrar edirəm, cilalandıqdan sonra yerinə yetirilən mərhələ nədir? Pəncərə çərçivəsinin rənglənməsi, boyanması, boyama zamanı akril boyalarından bir də yağlı boyalardan istifadə olunur ki, bu boyaların bir-birindən fərqi var. Fərqi nədən ibarətdir? Əgər söhbət yağlı boyadan gedirsə, yağlı boyalar uzun müddət qalır, amma gec quruyur. Akril boyalar isə əksinə, hopmur, axıntı əmələ gətirir. Təkrar edirik, yağlı boya uzun müddət qalır, amma gec quruyur. Akril boya isə hopmur, axıntı əmələ gətirir. Hətta boya bir qədər duru olsun və yaxud da ki, yaxşı olar ki, o bir neçə qat çəkilsin.
Diqqət edək. Əgər biz boyama zamanı pəncərənin şüşələrini çıxarmamışıqsa, bu zaman onu çirklənmədən qorumaq üçün yapışqanlı rəngsaz lentindən istifadə etməliyik. Baxırıq, yapışqanlı rəngsaz lentindən istifadə etmək lazımdır. Hətta sonra o yapışqanlı lenti çıxardıqdan sonra əgər o şüşənin üzərində izlər buraxarsa, onu nəyin vasitəsilə təmizləmək lazımdır? Bu zaman biz qaşıyıcı alət və ya ürgücdən istifadə edərək o izləri aradan qaldıra bilərik. Və ən sonuncu mərhələ, yəni 7-ci mərhələ hansı ki, pəncərənin şüşələnmə mərhələsidir. Pəncərənin şüşələnməsi necə yerinə yetirilir və şüşələnmədən əvvəl nə etmək lazımdır? Təbii ki, şüşələnmədən əvvəl silikon yapışqan sıxılaraq nazik şəkildə künclərə çəkilir. Sonra şüşə bərkidildikdən sonra, hansı ki, mismarlar vasitəsilə bərkidildikdən sonra həmin o silikon ki, axıntılar əmələ gətirilir, onu sirkədə isladılmış əski vasitəsilə silmək lazımdır. Ancaq diqqət etmək lazımdır. Mismarların üzərində olan silikonu silməməlisiniz. Niyə? Çünki o mismarları gələcək korroziyadan qoruyur. Təkrar edirəm mərhələləri. Birinci, pəncərənin təmiri neçə mərhələdən ibarət oldu? 7 mərhələ. Birinci, nə etdik? Pəncərənin çərçivəsini söktük. Ətraflı öyrənərsiniz amma. İkinci, onu boyadan təmizlədik. Üçüncü, əlif yağı çəkdik. Dördüncü, künclərdən bəndlədik. Beşinci, zamaskaladıq. 6-cı mərhələdə pəncərənin çərçivəsini rənglədik, boya vurduq. Ən sonuncu mərhələ, 7-ci mərhələdə isə onu şüşələdik. İndi isə keçək plastik kütlə və onun insan həyatında rolu. Gəlin baxaq görək, plastik kütlədən hazırlanmış məmulatlar nə vaxt meydana çıxmışdır? Təbii ki, 19-cu əsrin sonunda. 19-cu əsrin sonunda başqa nə olmuşdu? 19-cu əsrin sonunda bir də fen icad olunmuşdu. Bəs əçəkin maşın neçənci əsrdə idi? O da 19 idi, amma sadəcə 19 idi. Plastik kütlə nədir? Gəlin baxaq görək, plastik kütlə nədir? Və plastik kütlənin əsasını nə təşkil edir? Müəllimlər, plastik kütlə kimya sənayesində polimerdən alınır. Yəni kimya sənayesində o polimerdən alınır. Hətta yüksək təzyiq altında qızdırıldıqda formasını dəyişir və təzyiq ləğv edildikdən sonra aldığı formanı qoruyub saxlayır. Hətta plastik kütlə təbii, süni və sintetik mənşəli bir materialdır. Deməli, plastik kütlə nədən alınır? Polimerdən alınır. Əsasını polimerlər təşkil edir, belə deyək. Təbii olur, süni olur və sintetik olur. Və plastik kütlənin fiziki, mexaniki, texnoloji xassələri nədən asılı olaraq dəyişir? Təbii ki, polimerlərin sayından və növündən asılı olaraq dəyişir. Plastik kütlənin fiziki, mexaniki, texnoloji xassələri polimerlərin növündən və sayından asılı olaraq dəyişir. Bəs polimerlərin strukturu necədir? Onun hansı strukturu var? Təbii ki, bax görürsünüz xətti, görürsünüz şaxələnifdir. Şaxələn, bu da artıq torvaridir. Şaxəliyə biz torvari deyə bilərik? Yox. Şəklində sala bilərlər, imtahan ona görə deyirəm. Deyə bilərik, xeyr, amma torvari görürsünüz hansı formadadır? Şaxəli necə şaxələnib? Xətti deyil, adından məlum olduğu kimi xəttidir. Bəs plastik kütlədən hazırlanmış xammalın, belə deyək, plastik kütləni hazırlamaq üçün istifadə edilən xammalın neçə mənbəyi var? Xammalın 2 mənbəyi var. Biri var təbii polimerlərdən çevrilmələr nəticəsində, biri də var kimyəvi sintez yolu ilə. Hansı ki, təbii polimerdən çevrilmələr nəticəsində alınan, onlar selüloz, bir də zülal əsaslı birləşmələr. Amma kimyəvi sintez dedikdə kömür, təbii qaz, neft bunları götürürük. Və plastik kütlədən məişətdə hansı məmulatların hazırlanmasında istifadə olunur? Ütü artıqlarıdır, paltar üçün qarmaqçıqlardır, daraqdır, mətbəx avadanlıqlarıdır, məktəb ləvazimatlarıdır. Yəni bir çox gündəlik həyatımızda istifadə etdiyimiz əşyalar plastik kütlədən hazırlanır. Plastik kütlənin, müəllimlər, bir sıra üstünlükləri var.
Onlar həm uzun ömürlü olur, həm elastikdir, həm korroziya davamlıdır. Korroziya yəni məruz qalmır. İstilik keçiriciliyi aşağıdır. Səs udma, titrəyiş udma xassələrinə malikdir. Çəkisi az olur. Müxtəlif rənglərlə boyana bilir. Yəni bu bir sıra üstünlüklərə malikdir. Düzdür, plastik kütlənin zərərli növləri də var. Amma məişətdə istifadə etdiyimiz plastik kütlənin zərərsiz növündən hazırlanır. Müəllimlər, plastik kütlənin bir sıra növləri var. Polietilen, polipropilen, polistirol, polivinil xlorid, polikarbonat. Gəlin bunları bir-bir izah edək. Əvvəlcə baxırıq nəyə? Polietilenə. Polietilendə əsas nələri yadımızda saxlamalıyıq? Polietilen yüksək möhkəmliyə malikdir. Bəli, yüksək möhkəmliyə malikdir. Temperatur fərqinə davamlıdır. Bəli. Qidalamada təhlükəsizdir. Bu heç. Bəli. Və müxtəlif kimyəvi birləşmələrlə qarşılıqlı təsirdə olduqda öz əvvəlki xassələrini dəyişmir. Bu nə deməkdir? Yəni polietilendən mühərrik yağlar üçün qablar, butulkalar, şirələr üçün butulkalar, süd məhsulları üçün butulkalar hazırlanır. Amma baxmayaraq ki, onun üzərinə deyək, içərisinə mühərrik yağı doldurulur, o heç bir reaksiyaya getmir. Ona görə biz deyirik ki, o belə deyək də, polietilendən hazırlanmış həmin o butulkalar başqa bir kimyəvi birləşmələrlə qarşılıqlı təsirdə olsa belə öz əvvəlki xassələrini dəyişmir. Deməli, polietilen açar sözünü butulka ilə yadınızda saxlaya bilərsiniz. Polietilendən butulkalar hazırlanır. Yəni butulka sözü gördünüzsə ki, polipropilen götürə bilməzsiniz. Polietilen butulkalardır. Bu belə. Bəs polipropilen polietilenə nisbətən şaxtaya davamlılığı azdır. Biz bayaq dedik, polietilen möhkəmdir, yüksək möhkəmliyə malikdir. Şaxtaya davamlıdır, amma polipropilen polietilen qədər deyil. Polipropilen dedikdə biz açar sözünə götürürük butulka qapaqları. Butulka qapaqları polipropilendən hazırlanır. Yoğurt stəkanları polipropilendən hazırlanır. Deməli, polietilen deyəndə nə götürürük? Butulka, polipropilen deyəndə cümlədə axtarırıq butulkanın qapaqları. Hətta burada baxın şəkillərə. Görürsünüz, çənlərdir, su çənləridir. Görürsünüz, mağazada bazarlıq elədiyimiz torbalardır. Bunlar polietilendən hazırlanır. Görürsünüz, möhkəmdir. İçərisinə ərzaq yığırıq, cırılmır. Su çənləri davamlıdır. Temperatur fərqinə davamlıdır. Yəni, bunlar polietilendir. Amma polipropilen dedik ki, butulkanın qapaqlarıdır, yoğurt stəkanlarıdır. Yəni, onlar polipropilendən hazırlanır. Polietilen dedikdə butulka, polipropilen dedikdə butulka qapağı götürürük. Bəs polistirol? Polistirol elə bir açar sözümüz buradadır. Sintetik polimerdir. Bu da çox böyük temperatur fərqinə davam gətirilir. Polistirolun bir açar sözü sintetik polimerdir. Bir də o, duş kabinalarının ara kəsmələrdə istifadə olunması bizim açar sözümüzdür. Bilirsiniz nəyə görə açar sözləri istifadə edirəm? Çünki bu növlərin əksəriyyətində oxşarlıqlar var. Siz onları fərqləndirmək üçün mən hərəsindən bir açar söz sizə deyirəm ki, onu görəndə bilin ki, hansıdır. Sintetik polimer və yaxud ara kəsmələr deyəndə polistirolu götürəcəyik. Bəs polikarbonat necə bir növüdür? Polikarbonat da yüksək temperatura malikdir. Amma 135 dərəcə temperaturda öz xassələrini saxlaya bilir. Hətta onu güllə keçirməyən şüşə kimi adlandırırlar. Görürsünüz, polikarbonat dedikdə, görürsünüz, oturacaqlar möhkəmdir, dözümlüdür. Polikarbonatdan hazırlanır. Çamadanlar polikarbonatdan hazırlanır. Amma misal üçün polistirol görürsünüz, evlərdə istifadə etdiyimiz polistirol təbəqələrdir. Karnizlər vururuq. Bunlar polistiroldan hazırlanır. Materialı budur. Balaca yumru ağ damlalardan ibarətdir ki, penoplast deyirik. Həmin onlardır. Bunlar polistiroldan hazırlanır. Polivinil xloridə gəldikdə isə ağ rənglədir, plastik kütlədir yenə və polivinil xloridin açar sözü mebel haşələri, linonim, bunları açar söz kimi yadımızda saxlaya bilərik. Polivinil xlorid də görürsünüz pəncərə kəsiyi.
Pəncərənin hansı ki, pəncərələr biz demişdik ki, plastiklərin hansı növündən hazırlanır? Polivinil xloriddən hazırlanır. Misal üçün borular polivinil xloriddən hazırlanır. Bunları da buna aid edə bilərik. Deməli, müəllimlər, bir də təkrar deyirəm. Əvvələ qayıdım bircə dəqiqə. Polietileni deyəndə nə götürəcəyik? Polietilen dedikdə butulkanı axtaracaq. Polipropilen deyəndə butulkanın qapağını axtaracaq. Polistirolda sintetik ara kəsmə sözünü axtaracaq. Polikarbonat 135 dərəcə güllə keçirməyən şüşə. Polivinil xloriddə də pəncərələri yadımızda saxlaya bilərik. Ara kəsmələrlə, ağ rəngdə olmasından yadımızda saxlaya bilərik. Keçək plastik kütlədən hazırlanmış pəncərələrə. Baxaq görək plastik kütlədən hazırlanmış pəncərələrin hansı üstünlükləri var. Təbii ki, plastik kütlədən hazırlanmış pəncərələrinin 1, 2, 3 üstünlüyü var. Birinci üstünlüyündən ibarətdir ki, az maya dəyərinə malik olur. İkinci xüsusiyyəti ondan ibarətdir ki, qiymətlərində özlərini göstərirlər. Üçüncü isə ətraf mühitə ekoloji cəhətdən ziyandır. Hətta dördüncü də var ki, onlar uzun ömürlü olur, 40 ildən artıq ömrü olur. Və plastik kütlədən hazırlanmış pəncərələrin bir sıra hissələri var ki, bu hissələr nədən ibarətdir? Baxırıq şüşə paketi. Şüşə paketində biz açar söz olaraq onun bir neçə qat şüşədən ibarət olmasını yadımızda saxlaya bilərik. Hansı ki, şüşə paketi molekulyar ələk doldurulmuş nazik alüminium çərçivəsi yerləşdirilmişdi onun içərisində və şüşələrin arası quru hava və yaxud da ki, arqon qazı ilə doldurulur. Hətta o şüşə paketi perimetri boyunca mastika ilə örtülür ki, o da istiliyi izolyasiya etmə, səsküydən, rütubətdən qoruma kimi üstünlüklərə malikdir. Şüşə paketi nə oldu? Bir neçə qat şüşədən ibarət oldu. İçərisində molekulyar alüminium nazik çərçivəsi var. Bir də arqon və ya quru hava ilə doldurulur, mastika ilə də örtülür. Bəs pəncərə yaşmağı nədir? Pəncərə yaşmağı dedikdə isə müəllimlər, o hermetik olaraq şüşə paketini təsbit etmək üçün pəncərə layına möhkəmləndirilir. Bu pəncərə yaşmağıdır. Bəs pəncərə çərçivəsi pəncərənin hərəkətsiz hissəsi dedikdə pəncərə çərçivəsi götürürük. Deməli, pəncərə çərçivəsi pəncərənin hərəkətsiz hissəsidir. Amma pəncərənin hərəkətli hissəsi dedikdə isə pəncərə layını götürəcək ki, o da pəncərənin hərəkətli hissəsidir. Amma furniturdan asılı olaraq pəncərə layı dönən və ya qatlanan dönən olur. Bəs impost nədir müəllimlər? Impost pəncərənin bir neçə hissəyə bölünməsi o impostdur. Furnitur nədir? Furnitur plastik kütlədən olan pəncərənin açılması, bağlanması, təsbit edilməsi, kilidlənməsi bu kimi olur. Belə deyək, onları təmin edən mexanizmlər sistemidir. Maili səth pəncərə yerinin yan səthidir ki, pəncərə qoyulduqdan sonra yerinə yetirilir. Pəncərə altı dedikdə o melominli pərdə ilə örtülür, pəncərə blokuna daxildir. Sıxlaşdırıcı isə səsküy, rütubət, toz, elastik materialdır. Elə bizim açar sözümüz ola bilər və s. İndi isə gəlin baxaq pəncərənin təmir texnologiyasına. Pəncərənin təmir texnologiyasında birinci görürsünüz nə deyir? Plastik kütlədən olan dekorativ qapaqlar həncamalardan çıxarılır və üstdəki həncamadan oxu səliqə ilə çıxartmaq lazımdır və sonra dəstəyi çıxardırıq. Bu ardıcılıqla yerinə yetiririk. Dəstəyi çıxardıqdan sonra qoruyucu lövhəciyi döndərib vintləri açırıq. Və yaxşı olar ki, pəncərəni masanın üzərinə yerləşdirib, bütün mexanizmləri, detalları diqqətlə öyrənmək lazımdır ki, bu əməliyyatları, bu furniturları rahatlıqla yerinə yetirək, təmir edək, çıxaraq və s. Pəncərə layının dövrəsi üzrə bütün şuruplar, furniturlar, hər bir şey səliqə ilə çıxarılmalıdır. Yaxşı olar ki, pəncərənin təmiri 2 nəfər tərəfindən həyata keçirilsin. Pəncərəni hər tərəfli şəkildə yumaq lazımdır. Ondan sonra masanın üzərinə pərdə örtülür, altına yastı vanna tutulur. Həmin bu çıxarılan mexanizmlər fırça vasitəsilə yuyulur. Və sonra onları qurutmaq üçün isə velosiped nasosundan istifadə etmək lazımdır ki, o yaxşıca qurudulsun.
və həmin o mexanizmlər bir-birinə sürtən detalları yağlamaq lazımdır. Ayrı-ayrılıqda hər bir şeyi yağlayıb, təmizləyib, yerinə taxıb, bərkidib, ən sonda isə dəstəyə quraşdırırıq. Və çərçivədə olan həncamaları da eyni qaydada yağlamaq lazımdır. Hətta baxın, bu şəkildə göstərir. Həncama bilirsiniz də petlədir. Onlara kimi yağlayıb ki, həm açıb örtülmək rahat olsun, həm də ki, səs də vermir də, onu da rahatlıqla işlətmək mümkündür və bu əməliyyatları kifayət qədər səliqəli yerinə yetirmək lazımdır. İndi isə gəlin saydığımız hissələri pəncərənin üzərində öyrənək. Görək pəncərəmiz hansı hissələrdən ibarətdir. Müəllimlər, biz dedik ki, pəncərə şüşə paketi. Şüşə paketi dedik nə oldu? Şüşə paketi bir neçə qat şüşədən ibarət olan pəncərənin şəffaf hissəsidir ki, o bir neçə qatdan ibarət ola bilər. 2 qatlı da ola bilər, 3 qatlı da ola bilər, 1 qatlı da ola bilər. Və həmin o 2 qatlıların arasında onu arqon qazı ilə doldururlar. Hətta dedik şüşə paketində ara molekulyar ələk doldurulmuş alüminium çərçivədə yerləşir və hətta deşiklər olur. Bilməm fikir vermisiniz, verməmisiniz pəncərələrdə. Həmin deşiklərdən elə bir suyun axıdılıb getməsi, buxarlanmanın qarşısını almaq üçün istifadə edilir. Dedik pəncərənin hərəkətsiz hissəsi onun hansı hissəsidir? Çərçivə. Yəni bu kənar ki var, çərçivə. Çərçivə onun hərəkətsiz hissəsidir. Pəncərənin hərəkətsiz hissəsi onun çərçivəsidir. Pəncərənin dedik hərəkətli hissəsi nədir? Pəncərənin layı. Görürsünüz, lay. Açılır, örtülür, hərəkət edir. Deməli, hərəkətsiz hissəsi çərçivədə olduğu kimi qalır. Əsas o kənar çərçivə. Amma lay hərəkətli hissəsidir. Biz bunu açıb örtə bilirik. Və pəncərədə dedik impost var. Impost nədir? Impost isə pəncərənin bir neçə hissəyə bölünməsidir. Baxın, pəncərə neçə hissəyə bölünür? 1, 2, bu da 3. Görürsünüz, 1, 2, 3 hissəyə bölünür. Bunlar impostdur. Görürsünüz, pəncərənin imposta deyirik ki, şaquli impostlar var, bir də üfüqi impostlar var. Şaquli və üfüqi impostlar var. Görürsünüz, bir də pəncərə yuxarı hissədən bölünür. Deməli, şaquli və üfüqi olur impost. Ya uzunluğa bölünə bilər, ya da bu qaydada bölünə bilər. Bəs pəncərə yaşmağı nədir? Yaşmaq dedikdə müəllimlər, onun tərifi belədir ki, şüşə paketini pəncərə layına hermetik olaraq möhkəmləndirmək üçün, baxın bu hissə ki var, bu şüşə paketini buna bərkidir. Bu yaşmaqdır. Yaşmaq budur. Sonra sıxlaşdırıcı var. Sıxlaşdırıcı nədir? Sıxlaşdırıcı dedik, xüsusi elastik materialdır. Səsdən, küydən, rütubətdən, tozdan qorumaq üçün istifadə olunur. Dedik pəncərənin yan səthi, onun maili səthi yan səthidir. Pəncərə altı isə pəncərə qoyulduqdan sonra yerinə yetirilir. Hətta o da melomilli pərdə ilə örtülür. İndi isə keçirik interyer. 13-cü mövzumuz interyer. Interyer nədir? İnteryer bilirik ki, mənzilin daxili sahəsidir. Mənzilin hansı hissəsidir? Mənzilin daxili hissəsi adlanır interyer. Bəs mənzilin interyerinə nə daxildir? Mənzilin interyerinə artıq interyer ayrı anlayışdır. Mənzilin interyeri isə həmin yaşayış yerlərinin daxili sahəsi, onların əlaqəsi, planlaşdırma həlli, hətta mebel, avadanlıq, bəzək, bunlar mənzilin interyerinə aiddir. Siz interyerlə mənzilin interyerini qarışdırmayın. Və mənzilin interyerini formalaşdıran zaman 3 əsas məsələni kompleks şəkildə həyata keçirmək lazımdır. Bunlar hansılardır? Funksionallığı, estetikliyi, gigiyenikliyi. Yəni bir mənzili biz formalaşdıran zaman o həm funksional keyfiyyətlərə, tələblərə cavab verməlidir, həm estetik, həm də gigiyenik. Bəs baxaq görək, bu estetik, bu gigiyenik, bu funksional tələblər dedikdə nələr nəzərdə tutulur? Müəllimlər, funksional odur ki, funksional keyfiyyət dedikdə, yəni bu mənzildə, mən sizə açar sözlərlə yalnız izah edirəm ha, şəxsi və kollektiv istirahət olmalıdır. Şəxsi və kollektiv istirahət bizim açar sözümüzdür. Yəni şəxsi kollektiv istirahət görəndə deməli bu funksional keyfiyyətlərdir ki, bu tələblərə cavab verməlidir. Bəs estetik keyfiyyət dedikdə nə nəzərdə tutulur? Estetik nədir? Yaxşı bəzək mənasındadır da. Deməli, burada açar sözümüz rəng seçimi, bəzədilmə həlli. Bu sözləri görəndə biləcək bu estetik mənada tələblərə cavab verməlidir. Və artıq biz gigiyenik dedikdə nələri nəzərdə tuturuq? Gigiyenik tələblər dedikdə isə hansı ki, açıq eyvan
və günəş şüaları. Bu sözlərlə yadımızda saxlayırıq. İndi mən sizə təkrar deyirəm. Dedik, mənzilimizin interyerini formalaşdıran zaman 3 əsas məsələni kompleks şəkildə həyata keçirməliyik. Bu əsas 3 məsələ hansılardır? Onun funksionallığı, onun estetik olması, onun gigiyenik olması. Funksional dedikdə, yəni o mənzildə şəxsi və kollektiv istirahət üçün bir yer olmalıdır, məkan olmalıdır. Estetik dedikdə, yəni ki, orada harmoniklik, rəng seçimi, bəzədilmə olmalıdır. Gigiyenik dedikdə isə, yəni orada artıq akustik rahatlıq, açıq eyvan və günəş şüası olmalıdır. Deməli, yaşayış yerinin interyerində biz dedik ki, 3 əsas məsələni kompleks şəkildə həyata keçirdik və indi isə otaqlar haqqında məlumat baxaq. Deməli, qonaq otağı necə olmalıdır? Qonaq otağı bilirik ki, çox sayda insanların toplandığı bir yerdir və yaxud bu qohumlar ola bilər, ailə üzvləri ola bilər ki, bu baxımdan mütləq şəkildə qonaq otağında kreslo, kətil, bunlar üstünlük təşkil etməlidir və divan bilirik ki, qonaq otağının ən başlıca əşyasıdır. Biz 7-ci sinifdə keçəndə dedik ki, interyerin ən başlıca elementi nədir? İnteryerin ən başlıca elementi masadır, amma qonaq otağının başlıca əşyası isə dediyimiz kimi divandır. Və yataq otağı necə olmalıdır? Yataq otağı tünd çalarlı rənglərə üstünlük verilməlidir. Yataq otağında geniş, rahat çarpayı olmalıdır, paltar şkafı olmalıdır, kosmetik vasitələr üçün dolab olmalıdır. Yəni bu kimi işıqlandırmanı da həddən artıq etmək bir o qədər də məsləhət deyil. Və uşaq otağı dedikdə parlaq, əlvan rənglərə üstünlük verilməlidir. Rəng çalarları olmalıdır. Hətta uşaqlar sevinsin deyə rəngarəng də ola bilər. Amma mətbəx vahid bir rəngdə olmalıdır ki, düzdür, parlaq olmalıdır. Mətbəx də, uşaq otağı da parlaq olmalıdır. Amma uşaq otağına fərqli olaraq mətbəx vahid bir rəngdə olmalıdır. İndi isə baxaq, 14-cü mövzumuz məmulat nəyə deyilir, məmulatın hansı növləri var. Gəlin baxaq görək, məmulat nədir, məmulat nəyə deyilir? Məmulat müəssisələrdə əşya və əşyalar yığımı. Əşya və əşyalar yığımı adlanır məmulat. Və məmulatın 4 növü var müəllimlər. 1. Detallar, 2. Yığma vahidləri, 3. Komplekslər, 4. Komplektlər. Bəs gəlin baxaq görək bunlara nələr aiddir. Detal deyəndə ancaq nə götürürük? Vintaçan və şalban. Yəni detallara vintaçan və şalban aiddir. Amma yığma vahidləri dedikdə televiziya cihazıdır, ət çəkəndir, şirəsxandır. Bunlar artıq yığma vahidləridir. Deməli, yığma vahidlərinə nələr aid oldu? Televiziya cihazı, ət çəkən və şirəsxan. Detallara nələr aid oldu? Vintaçan və şalban. Bəs komplekslər dedikdə, komplektlər dedikdə nə götürürük? Kompleks deyiriksə, bu zaman ancaq xətlərlə yadımızda saxlayırıq. Yığma xətlərindən. Misal üçün, avtomobil yığma xətti, limonad zavodunun ara kəsilməz xətti, kosmik stansiya. Bunlar aiddir komplekslərə. Ancaq komplekt dedikdə, komplekt burada bizim elə öz açar sözümüz olacaq ki, avtomobil üçün, misal üçün, ehtiyat hissələri komplektdir. Tikiş maşını üçün ehtiyat hissələri komplektdir. Televizor üçün lavazımat komplektdir. Baxın, görürsünüz, elə komplekt bizim açar sözümüz oldu. Komplekti bilsəz, kompleksi tapmaqda çətinlik çəkməyəcəksiniz. İndi sizə sual verirəm. Televizor cihazıdır, ət çəkəndir, şirəsxandır. Bunlar hansılara aid oldu? Məmulatın hansı növünə? Təbii ki, yığma vahidlərinə. Vintaçan, şalban nəyə aid oldu? Detallara. Ehtiyat hissələri komplektidir. Televizor üçün ehtiyat hissələri komplektidir. Tikiş maşını üçün, avtomobil üçün bunlar nəyə aiddir? Komplekt bizim açar sözümüz olduğuna görə komplektə aiddir. Ehtiyat hissələri komplektə aiddir. Kompleks dedikdə isə xətlə yadımızda saxlayırıq. Avtomatlaşdırılmış avtomobil yığma xətti, bir də limonad zavodunun ara kəsilməz xətti və stansiyaları, kosmik stansiyaları bunlara aid etmək olar. Bəs baxaq görək, yığma vahidi nədir? Yığma vahidi nədir? Hazırlayıcı müəssisədə öz, belə deyək, tərkib hissələri öz aralarında birləşdirir. Misal üçün, vintləmədir, qaynaqdır, lehimləmədir, pərçimləmədir. Bunlar
yığma vahidlərinə aiddir. Yəni yığma vahidi deyəndə vintləməni, qaynağı, lehmləməni, yapışdırmanı, pərçimləməni götürə bilərik. Öz tərkib hissələrini öz aralarında birləşdirir. Yəni tərkib hissələri, məsəl üçün qaynaqda görürsüz, tərkibi elə öz materialından götürür, onu birləşdirir. Lehmləmə onun kimi, yapışdırma yenə özünü özünə. Yəni görürsüz, öz tərkib öz aralarında birləşdirir. Bu da yığma vahidi adlanır. Bəs yığma vahidləri neçə cür olur? Yığma vahidləri müəllimlər ümumi təyinatlı olur, xüsusi olur, bir də standart olur. Yəni 3 cür olur. Gəlin baxaq görək, ümumi təyinatlı hansı detallara aiddir, xüsusi hansıdır, standart hansıdır? Ümumi təyinatlı detallar dedikdə nələri götürürük? Təbii ki, ümumi təyinatlı dedikdə, yəni eyni funksiyanı, hansı belə deyək də, əşyanın tərkibinə daxil olsa da, hansı dəzgahın tərkibinə daxil olsa da, hansı maşının tərkibinə daxil olsa da, eyni funksiyanı yerinə yetirir. Yəni bir məqsədi var. Misal üçün biz ümumi təyinatlıda deyirik ki, dişli çarx və yaxud da ki, qasnaq. Dişli çarxla qasnaq nəyə aiddir? Dişli çarx, qasnaq hər bir məqsədi var da. Dişli çarx, bildiyiniz dişli çarx fırlanır. Misal üçün qasnaq onun kimi. Yəni onların bir məqsədlə istifadə olunur. Hansı detalı quraşdırsan quraşdır, bir məqsədi var. Amma xüsusi detallar dedikdə isə, misal üçün, xüsusi detalda bizim açar sözümüz ondan ibarətdir ki, artıq burada həmin detalın, həmin dəzgahın özünə xüsusiləşir həmin hissə. Mən sizə bir misal gətirim. Biz misal üçün torna dəzgahında da şpindel keçmişik, burğu dəzgahında da şpindel keçmişik, sonra şpindeli keçmişik, su kranlarında şpindel keçmişik. Bu tornada, su kranında, burğu dəzgahında istifadə olunan şpindellər eyni funksiyanı yerinə yetirir? Xeyr. Eyni funksiyanı yerinə yetirir. Misal üçün, su kranlarında tamam başqadır. Ona görə həmin detal özünə xüsusiləşir. Deməli, biz burada nə götürəcəyik? Xüsusi detal dedikdə, misal üçün, görürsünüz nə deyir? Tikiş maşınının pəncəsi. Görürsünüz, artıq bu tikiş maşınının pəncəsidir. Başqa bir əşyanın pəncəsi ona aid bir işi görə bilər. Və yaxud da ki, metal kəsən dəzgahın şpindeli, bayaq misal gətirdim bunu sizə. Yəni, bunlar artıq detalın özünə, dəzgahın özünə xüsusiləşdiyinə görə, həmin ona aid olan funksiyanı yerinə yetirdiyinə görə bu xüsusi detal hesab olunur. Elə belə də yadınızda saxlaya bilərsiniz. Əgər adını çəkib deyirsə, misal üçün, metal kəsən dəzgahın şpindeli, birinci bu xüsusiləşibdir. Metal kəsən dəzgaha aid olubdur. Bunu xüsusi detala götür. Amma ümumi təyinatlı 2 dənə götürəcək. Dişli çarxla qasnaq. Bəs standart deyirik. Standart nədir? Standart da bilirik ki, misal üçün, standart detallar hansılardır? Boltdur, vintdir, qaykadır, şaybadır. Bunlar artıq standart gedir. Deyircəkli yastıqlardır. Niyə? Harada istifadə edirsən elə, misal üçün, bolt, vint ancaq bağlayır. Bir standartdır da, yəni standart detal kimi də bolt, vint, qayka, deyircəkli yastıqlar, bunları standartlara aid etmək olar. Bəs baxaq görək, yığma çertyoşu nədir? Yığma çertyoşu deyiriksə, bu 2 və daha çox detaldan, onun yığılması, onun hazırlanmasından ibarət olan necə bir sənətdir desə, götürəcək konstruktor. Yəni, yığma çertyoşu konstruktor sənətdir. Bunu yadınızda saxlayın. O da yığma çertyoşu dediyimiz kimi bütün belə deyək də birləşmələri, ona daxil olan detallardır. Onlar hamısı yığılmış şəkildə həmin yığma çertyoşunda təsvir edilir. Bəs abajur nədir? Abajuru deməmişdən əvvəl sizə nəyi deyəcəm? Xüsusi detallar ki dedik, bolt, vint, belə tikiş maşını, misal üçün, pəncəsi, metal kəsən dəzgahın şpindeli. Bunlar həm də eyni zamanda xüsusi detallar nə ola bilər? Orijinal ola bilər. Bəs orijinal detallara nəyi misal göstərə bilərik? Buna məişət texnikalarını da misal göstərə bilərik. Misal üçün, stolüstü lampalardır, abajurlardır, hansı ki divardan asılan çıraqların detallarıdır, qol saatıdır, divar saatıdır, onların gövdəsidir. Onlar orijinal olurlar. Yəni, orijinal detallar deyəndə nə götürəcək? Stolüstü lampaların abajurlarıdır, sonra divardan asılan çıraqların detallarıdır, divarla qol saatının gövdəsidir, avtomobillərin kuzovudur. Bunlar orijinal olurlar. Abajur bəs nə deməkdir? Abajur lampa üçün qalpaqdır. Yəni, onlar gözlərin, belə deyək, işığın təsirindən qoruyur gözləri.
Bəs yumrucuqlu mexanizm hansı qurğulara aiddir deyə sual olunsa, götürəcək çevirici qurğulara aiddir. Bəs yumrucuqlu mexanizmin əsas təyinatı nədən ibarətdir? Təbii ki, hərəkətin xarakterini dəyişməkdən ibarətdir. Yumrucuqlu mexanizm hansı qurğulara aiddir? Çevirici və əsas təyinatı hərəkətin xarakterini dəyişməkdən ibarətdir. Yəni müasir dövrdə fırlanma hərəkəti irəli-geri hərəkətinə çevirmək üçün yumrucuqlu mexanizmlərdən istifadə olunur. Yumrucuqlu mexanizm də aparan element qismində nə çıxış edir? Bəs aparıcı element qismində nə çıxış edir? Aparan dedikdə yumrucuqdur, aparılan dedikdə itələyicini götürürük. Və o kəsim və kəsiklərdən ibarətdir ki, yığma çertiyojları. Kəsim nədir? Kəsik nədir? Kəsim nədir? Kəsik nədir? Bunları biz necə yadımızda saxlayarıq? Deməli, müəllimlər, kəsik dedikdə bizim açar sözümüz olacaq yarılma. Yəni cismin bir və ya bir neçə müstəvi tərəfindən yarılma. Yarılma, yarıq nədir? Kəsikdir da. Bir yarıq, bir yerdən yarıq açırsansa bu kəsik sayılır. Amma kəsimi arxa görüntüsü olmadan həmin fiqurun təsviridir. Yaranan fiqurun təsviri. Elə yaranan fiqurun arxasında olan hissələrin görüntüsü olmadan yaranan fiqurun təsvirindən kəsimi yadınızda saxlayın. Kəsiyi də ki, elə yarılma ilə yadınızda saxlaya bilərsiniz. Bəs gəlin baxaq görək spesifikasiya nədir, o harda yerləşir və spesifikasiya hansı sütunlardan ibarətdir və s. Deməli, müəllimlər, spesifikasiya məmulata daxil olan detallar haqqında məlumatları özündə əks etdirən bir sənəddir. Biz spesifikasiyanı 5-ci sinifdə keçmişdik və demişdik ki, spesifikasiya istənilən təsvirin aşağı sağ küncündə cədvəl formasında yerinə yetirilən bir sənəddir. Bəs spesifikasiyanın neçə sütunu var? Spesifikasiya dedik sağ aşağı küncdə yerləşir, cədvəl formasında bir sənəddir və onun 4 sütunu var. Bu sütunlardan nə qeyd olunur? İndi isə onlara baxacağıq. Deməli, spesifikasiyanın birinci sütunu, görürsünüz, birinci sütunda sıra nömrəsidir. Yuxarıdan aşağıya nömrələnir. 1, 2, 3, 4, 5, 6. Yəni sıra nömrəsi necə nömrələnir? Yuxarıdan aşağıya doğru. Birinci sütunda nə yerləşir? Sıra nömrəsi. İkinci sütunda görürsünüz, adıdır. Həmin, misal üçün, materialın adıdır. Misal üçün, deyək ki, dayaq, tutqac, valcıq, yumrucuq, itələyici, yəni həmin detalların adını yazıbdır. Məmulatın, detalın adı ikinci sütunda. Hətta buna ikinci sütunda adına işarəsi də deyə bilərik. İşarəsi. Yəni, testdə düşə bilər ki, spesifikasiyada ikinci sütunda nə göstərilir? Yəni, adı yox, işarəsi yaza bilər, fərqi yoxdur. Bu zaman siz adı və ya işarəsini yadınızda saxlayacaqsınız. Üçüncü sütunda dediyim kimi sayıdır. Sayı necə yadımızda saxlaya bilərik? Sayı da miqyasla yadımızda saxlaya bilərik. Yəni, miqyası və ya sayı verilir. Yəni, eyni şeydir. Sayı da deyə bilərik, miqyası da. Yəni, nəyə görə bunlarsa deyirəm? Ola bilər sayı yazmasın. Desin, üçüncü sütunda nə göstərilir? Miqyas. Və yaxud desin, miqyası neçənci sütunda verilir? Götürəcəksiniz. Sayıdırsa bu miqyası hesab olunur. Üçüncü sütundur. Və dördüncü sütun dedikdə isə bu sonuncu sütundur ki, burada materialına da markası. Marka da deyə bilərik. Yəni, fərqi yoxdur. Marka da yaza bilər, material da yaza bilər. Bu sizi çaşdırmamalıdır. Ən sonuncu isə o əlavədir. O sütunlara əslində aid edilmir, say içərisində getmir. Amma əlavə həmin əşya haqqında nəsə bir məlumat olarsa, onu qeyd bölməsində yaza bilərlər. Deməli, spesifikasiya neçə sütun oldu? Spesifikasiyanın 4 sütun oldu. Birinci sütunda sıra nömrəsi, yuxarıdan aşağıya nömrələnir. İkinci sütunda adı və işarəsi. Üçüncü sütunda sayı, miqyası. Dördüncü sütunda isə materialı və markası, bir də əlavə qeyd bölməsi vardır. Baxaq 15-ci mövzumuz informasiya texnologiyalarının əsasını nə təşkil edir? İnformasiya texnologiyalarının əsasını baxırıq, rabitə vasitələrinin inkişafı təşkil edir, rəqəmli informasiyanın mümkünlüyü, bir də kompüterin köməyi ilə informasiyanın avtomatlaşdırılmış olmalı. Deməli, rabitə informasiya texnologiyalarının əsasını bu 3 əsaslar təşkil edir. Birincidə dedik rabitə vasitələrinin inkişafı. Rabitə vasitələrimiz hansılardır? Misal üçün telefon rabitəsi, misal üçün radio şəbəkəsi. Yəni, onun vasitəsilə rabitə vasitələrdir. Onun vasitəsilə dünyanın hər yerinə ötürülürmü? Ötürülür. Yəni, dünyanın istənilən nöqtəsinə məlumatlar ötürülür. Deməli, bu rabitə vasitələrinin köməyi ilə yerinə yetirilir.
Rəqəmli informasiyanın mümkünlüyü dedikdə isə artıq rəqəmli informasiyanın mümkünlüyü, yəni bu informasiyanı həm belə deyək də saxlayır, həm onun əksini əks elətdirir, həm onu dəyişir, həm köçürür, həm çoxaldır. Yəni bunlar hamısı rəqəmli informasiyanın hesabına yerinə yetirilir. Və üçüncü mərhələdə artıq kompüterin köməyi ilə həmin informasiyaların avtomatlaşdırılmış emalıdır ki, yəni avtomatlaşdırılmış emalı nədir? Həm onu emal eləyir, həm saxlayır, həm verir, həm lazım olan formada təqdim edir. Artıq bunlar informasiyanın avtomatlaşdırılmış emalına aid edilir. Bəs kompüter özü hansı dildən götürülüb? Kompüter sözünün mənası nədir? Təbii ki, kompüter ingilis mənşəli sözdür. Kompüter sözündən götürülübdür. Mənası isə hesablayıcı deməkdir. Mənası nədir? Kompüter sözünün mənası hesablayıcı deməkdir. Bəs baxaq görək, kompüterlər haqqında biz həmişə danışanda bizim ilk ağlımıza gələn kompüter hansıdır? Fərdi kompüterlərdir ki, bu fərdi kompüterlər FK da yazıla bilər, yəni fərdi kompüterlər və yaxud da ki, onlara həm də stasionar kompüterlər də deyilir. Stasionar kompüterlər fərqi yoxdur, fərdi kompüterlərdir. Düzdür, bunlar masaüstü kompüterlərdir. Düzdür, baxın, elə şəkildə də qeyd olunub, hissələr ayrı-ayrılıqda verilir. Daşınması çətindir, amma düzdür, geniş yayılıqdır, amma 3D oyunlarına imkan verir. Hətta bir sıra üstünlükləri var ki, düzdür, onların hissələri ayrı-ayrılıqdadır, onları daşınması çətin olan kompüterdir. Amma buna baxmayaraq, fərdi kompüterlərin hissələri ayrı-ayrı olduğundan biz onların hissələrini müstəqil şəkildə seçə bilərik, dizayn verə bilərik, ala bilərik, yəni istədiyimiz formada seçib yığa bilərik. Və çatışmazlığı ondan ibarətdir ki, bayaq da dediyim kimi böyük çəkiyə malikdir, daşınması çətindir və elektrik enerjisindən işləyir. Yəni elektrik enerjisindən çıxaranda artıq o işləmir. Və kompüterlər hansı inkişaf mərhələlərindən keçib, indi isə gəlin onlara baxaq. Ümumiyyətlə, kompüterlərin nəsilləri var. Kompüter 5 nəsildən ibarətdir ki, birinci nəsil nədir, ikinci nəsil nədir? Bunlara baxaq. Deməli, birinci nəsil 50-59-cu illəri əhatə edir. Bəs bu kompüterlər hansı kompüterlərdir? Birinci nəsil deyəndə bizim açar sözümüz olacaq lampalı kompüterlərdir. Bir də onlar riyazi məsələlərdə istifadə olunur. Deməli, birinci nəsil 50-59 riyazi məsələlərdə istifadə olunur. İkinci nəsil artıq 60-69, görürsünüz, necə ardıcılıq qurulub, 50-59, 60-69. İkinci nəsildə artıq birinci lampalı idi, biraz müasirləşdi, lampalar diodlarla, tranzistorlarla əvəz olundu, yarım keçiricilərlə əvəz olundu ikinci nəsil. Artıq üçüncü nəsil dedikdə isə, artıq üçüncü nəsil 70-dən sonra, yəni 70-85-ci illəri əhatə edir ki, bunlar mikroelektrotexnika və integral sxemlərdən ibarətdir. Deməli, üçüncü nəsil kompüterlər nədən ibarətdir? İntegral sxemlərdən ibarətdir. Əsasını nə təşkil edir deyə sual olunsa, 360-370 təşkil edir və çox yüksək məhsuldarlığa malikdirlər. Bunlar bizim açar sözümüzdür. Və növbəti nəslimiz isə hansı ki 4-cü nəsildir. Baxaq 4-cü nəsil. 4-cü nəsil, misal üçün biz birinci nəsildə dedik 50-59, ikinci nəsildə dedik 60-69, üçüncü nəsildə dedik 70-85. 4-cü nəsil 81-dən sonra yaranıbdır. Yəni 81-dən sonra olan 4-cü nəsildə biz misal üçün 3-cü nəsildə dedik integral sxemlərdir, amma artıq 4-cü nəsildə biraz böyük, çox böyük integral sxemlər deyirik. Hətta 4-cü nəsil mikro və mini kompüterlərdir. Bunları yadımızda saxlayırıq və inqilabi mahiyyət kəsb edir. Yəni bu testdə düşə bilər. 4-cü nəsil inqilabi mahiyyət kəsb edir və bir də biz misal üçün fərdi kompüterlər haqqında danışdıq ki, fərdi kompüterlər elə məhz 4-cü nəsilə aiddir. 5-ci nəsil dedikdə artıq 5-ci nəsil indiki və gələcəyin. Yəni onlar misal üçün mikro mini deyəndə 4-cü nəsli götürürük. 5-ci nəsildə bio və optik götürürük. Neyrokompüterlərin yaradılmasıdır. Yaxın gələcəkdir, indiki gələcəyin kompüterləri dedikdə 5-ci nəsli götürürük. Təkrar deyirəm, birinci nəsil oldu lampalı, ikinci nəsil lampalılar tranzistorlarla, diodlarla əvəz olundu. Üçüncü nəsil integral, əsasını IBM 360-370. 4-cü nəsil çox böyük integral, inqilabi mahiyyət kəsb edir
fərdi kompüterlər ayrıca sinifidir. Mikro, mini, bunlar 5-ci nəsildə indiki və gələcəyin neyro kompüterlər, bunlar həm də bio və optik kompüterlər hesab olunur. Və növbəti mövzumuz artıq burada biz kompüterlərin tipləri və növləri haqqında danışacağıq. Kompüterin tipi dedikdə, növü dedikdə nə başa düşə bilərik? Təbii ki, biz bu zaman yenə açar sözlərimizdən istifadə edəcəyik. Kompüterin tipi dedikdə, yəni onların oxşar funksiyonallığa malik olması. Misal üçün, oxşar funksiya, misal üçün, stol üstü kompüterdə olsa, diz üstü kompüterdə olsa, yəni eyni bir funksiyadırmı, eyni bir işi yerinə yetirirmi? Bəli, deməli tip deyəndə bunu götürürük. Amma növü dedikdə artıq biz burada onların belə deyək də xarici görünüşünə görə bunları fərqləndiririk. Deməli, istifadə qaydalarına görə, oxşar funksiyalarına görə kompüterin tipini götürürük. Amma kompüterin növü dedikdə isə, bir dəqiqə görüm harda yazılıb. Burada kompüterlərin növü dedikdə isə onun müəyyən hesablama texnikası və əsas açar sözümüz xarici görünüşləri. Yəni, xarici görünüşlərində oxşarlığı bu kompüterin növünə aiddir. Tipi daxilən gedir, funksiya baxımından, amma növü xaricən gedir, yəni xarici görünüşlərinə əsasdır. Və kompüterdə fərdi kompüterlər, misal üçün biz deyirik ki, tipdir. Misal üçün, fərdi kompüter ana kompüterdir. Onun növləri isə, onun belə deyək, balaları notebook, netbook, planşet belə götürə bilərik ki, bunları misal çəkə bilərik. Portativ nə deməkdir? Portativ daşınan, yüngül daşınan deməkdir. Yəni, portativ, misal üçün, fərdi tip kompüter ola bilər, notebook, netbook, bunlar portativ, daşına bilən deməkdir çünki. Və notebook, netbook, bunların fərqini bir-birlərindən fərqləndirək. Notebook daşınması asan olan kompüterlər notebooklar hesab olunur. Onlar yığcamdır, bütün hissələr eyni bir gövdədə birləşibdir. Bunları misal çəkə bilərik fərdi notebooklarda. Amma netbooklar, artıq netbookların fərqi var ki, artıq netbooklar dedikdə isə onlar akkumulyator bateriyasından işləyirlər. Netbooklar akkumulyator bateriyasından işləyirlər. Lakin onlar kiçik məhsuldarlığa malik olmaları, hətta böyük resurslarla işləməyə imkan vermirlər netbooklar. Bunları misal çəkə bilərik və 1 kiloqramdan 2 kiloqrama qədər çəkisi olur. Netbookların, bunları yadımızda saxlayırıq. Ondan əlavə də 8 saata qədər zaryadka saxlaya bilərlər. Çatışmazlığı isə belə deyim də, həm yüksək məhsuldarlığa malik olması deyil, həm də onların diaqonallarının kiçik olmasıdır. Bəs planşetlər dedikdə, planşet ümumiyyətlə fransız sözü olub, lövhə tamasa deməkdir. Planşetlər, onlar fərdi cib kompüterləri gedir. Smartfon belə deyim, bir dəqiqə, smartfon arasında, kompüterlə smartfon arasında bölən və daşınan kompüterlər hesab olunur. Smartfon kompüter imkanlarına malikdir. Yəni, mobil bir telefon olmağına baxmayaraq, o bütün kompüter proqramlarını yerləşdirmək, onlar qoşulmaq, yəni bütün bu imkanlara malik olan bir telefondur, belə deyim. Amma ödəmə terminallarıdır, bankomatlardır, bunlar da stasionar və kompüterin növlərindən, fərdi kompüterlərin növlərindən biri hesab olunur. Kompüterin iş prinsipi nədən ibarətdir? İndi isə gəlin onlara baxaq. Kompüterin iş prinsipi dedikdə, burada əməliyyatları yadımızda saxlayacaq. Deməli, iş prinsipi nədən ibarətdir? Əsas açar sözləri deyəcəm sizə. Ona təqdim olunan elektrik və qeyri-elektrik təbiətli giriş informasiyası elektrik siqnallarına çevrilir. Yəni, biz ona daxil etdiyimiz informasiyalar hərflərlə, ədədlərlə, səs siqnalları ilə elektrik siqnallarına çevrilir. Deməli, birinci mərhələdə necə yadımızda saxlayırıq? Elektrik siqnallarına çevrilir. İkinci mərhələdə artıq, hansı ki, birinci mərhələdə elektrik siqnallarına keçirilmişdir. İkinci mərhələdə bu elektrik siqnalları emal blokunda emal olunur. Artıq birinci elektrik siqnalları yarandı, sonra o emal blokunda emal olundu. Ondan sonra artıq həmin o emal olunan siqnallar çıxış siqnallarının köməyi ilə
qeyri-elektrik siqnallarına çevrildi. Bu da deməkdir ki, ekranda təsvirlərə çevrildi. Bunu belə yadımızda saxlayırıq. Və kompüterə daxil edən informasiya onu 0 və 1 görünüşündə, yəni ikili say sistemində saxlayır. Yəni onu həm ötürür, həm də emal edir. Deməli, kompüter informasiyanı hansı görünüşdə saxlayır? 0 və 1 görünüşündə. Bu da nə deməkdir? Yəni onu həm saxlayır, həm emal edir, həm ötürür. Və kompüterə daxil olunan bütün məlumatlar, informasiyalar toplayıcıda saxlanılır. Toplayıcı da nə deməkdir? Toplayıcı yəni sərt disk deməkdir. Yəni kompüter söndürülsə də o hamısı sərt disk adlanan hissədə saxlanılır və sərt diskin də daxilində metal və ya şüşədən bir neçə qat yerləşir. Və artıq kompüter söndürüldükdə harda olan məlumatlar silinir desə, o RAM-da olan məlumatlar silinir. Bəs baxaq görək prosesor nədir? Təbii ki, prosesor hansı ki informasiyaları emal edir, hesablamaları yerinə yetirir. Hesablamaları yerinə yetirən hissə qurğu adlanır nə? Prosesor. Elə prosesoru hesablama ilə yadımızda saxlayırıq. Bir də həmişə testlərə düşür. 100 milyonlarla element saxlayan mürəkkəb mikrosxem nədir? Yenə prosesora aid edə bilərik. Gördüyümüz kimi burada prosesorun şəkli budur, RAM-ın şəkli budur, həm də operativ yaddaş adlanır. Baxın, belə yadımızda saxlaya bilərik. İndi isə keçək nəyə? Kompüterə daxil olan giriş qurğuları var, bir də çıxış qurğuları var. Onlar nədən ibarətdir? Deməli, bu klaviaturadır, sıçandır, skanerdir, mikrofondur. Bunlar giriş qurğuları hesab olunur. Amma monitordur, printerdir, akustik sistemdir. Bunlar isə çıxış qurğuları hesab olunur. Niyə? Biz giriş qurğuları dedikdə, misal üçün klaviatura, sıçan, skaner, mikrofonu götürürük. Gəlin baxaq görək, bunlar niyə giriş qurğularıdır? Çünki nəyi kompüterə daxil ediriksə, o giriş qurğusu hesab olunur. Misal üçün klaviatura. Klaviatura neyinir? Klaviaturanın köməyi ilə biz hər hansı bir mətni yazırıq. Yazanda bu nəyə daxil olur? Təbii ki, klaviaturanın vasitəsilə kompüterə daxil olur. Hətta biz klaviatura ilə kompüteri idarə edə bilərik. Yenə bu giriş qurğusu hesab olunur. Sıçan kompüterin idarə olunması üçün yalnız istifadə olunur və bu da yenə giriş qurğusu hesab olunur. Skan, misal üçün, harası gedirik, ödəniş edir, skan edir kartımızı. Misal üçün, bax, bu artıq skanerin köməyi ilə yenə məlumat kompüterə daxil olunur. Yəni, onu skan edir. Mikrofon da səsi yazırsa yenə bu da daxil giriş qurğuları hesab olunur. Deməli, giriş qurğuları klaviaturadır, sıçandır, skanerdir və mikrofondur. Çıxış qurğuları isə, misal üçün dedik, monitordur, printerdir, akustik sistemdir. Monitor neyinir? Monitor ekrana çıxarır da. Bizim orada əks etdiyimiz məlumatları ekrana çıxarırsa, bu çıxış qurğusu hesab olunur. Mətni, şəkili hər hansı bir kağıza köçürürüksə, bu printerin köməyi ilə yerinə yetirilir. Səs və musiqini dinləmək üçün isə akustik sistemlərdən istifadə olunur. Və kompüterdə xarici informasiya daşıyıcıları vardır ki, bunlar hansılardır? Təbii ki, biz əlavə nəyi kompüterə daxil ediriksə, bu xarici informasiya daşıyıcıları hesab olunur. Bunlara da nəyi misal gətirə bilərik? Xarici informasiya daşıyıcılarına flash kartdır, kompakt diskdir, daşınan sərt diskdir, disketdir, kompüter şəbəkəsidir. Bunlar xarici informasiya toplayıcıları hesab olunur. Yəni, nəyi əlavə taxırıqsa, onlar xarici informasiya daşıyıcılardır. Baxaq Pataryan maşınına. Deməli, Pataryan maşınının, mən həmişə bu sualı verəndə tələbələrin əksəriyyəti çaşır. İdarə etmə lövhəsində nə yerləşir? Təbii ki, Pataryan maşının idarə etmə lövhəsində tutacaq və düymələr yerləşir. Amma idarə edilməsində sehirli çubuğu, timer oynayır. Yəni, bu sizi çaşdırmasın. İdarə etmə lövhəsində düymə və tutacaq yerləşir. Amma idarə edilməsində sehirli çubuq rolunu onun timeri oynayır. Bəs timer dedikdə nə nəzərdə tutulur? Nədir timer? Timer maşına verdiyimiz həmin o vaxtdır, proqramdır, hamısı, yəni belə deyək də, vaxt nəzərə alınmaqla onun işləməsinə cavabdeh olan bir elektron qurğudur timer və timerin də bir sıra növləri var.
Taymerin özünün iki növü var. Birləşmiş hibrid, bir də elektromexaniki hibrid. Paltaryan hansı ki müasir paltaryan maşınlarda hansı taymerlərdən istifadə olunur deyə sual olunsa götürəcək birləşmiş hibrid taymerlərindən və birləşmiş hibrid taymerləri özləri iki komponentdən ibarətdir. Yəni bu komponentlər hansılardır? Elektromexaniki taymerdən və idarəetmə blokundan ibarətdir. İdarəetmə bloku taymerdəki çıxışlara lehimlənir, bir sıra əməliyyatları yerinə yetirir ki, bunlar hansılardır? Təbii ki, yuma proqramlarını, əlavə funksiyaları nəzarətdə saxlayır, taymerin mühərrikini idarə edir, bir də barabanın mühərrikini idarə edir. Taymerin hansı növləri oldu? İki növ oldu. Birləşmiş hibrid, bir də elektromexaniki hibrid. Birləşmiş hibrid neçə komponentdən ibarət oldu? Elektromexaniki taymerdən və idarəetmə blokundan ibarət oldu. İdarəetmə bloku hansı əməliyyatları yerinə yetirdi? Yuma proqramını nəzarətdə saxladı, taymerin mühərrikini idarə elədi və barabanın mühərrikini idarə etdi. Bəs rəqəmli displey nədir? Rəqəmli displeydə həmin paltaryan maşınına onun ekrandakı rəngli təsvir olan hissəsidir ki, orada yuma temperaturudur, sıxmadır, baraban dövrlər sayıdır, gecikmə müddətidir, qalma müddətidir. Hamısı orada rəqəmli displeydə, rəngli təsvirdə göstərilir. Və paltaryan maşınında həddən artıq köpük yarandıqda onun işini nə dayandırır deyə testdə sual olunsa, götürəcək sensor dayandırır. Yəni sensor paltaryan maşının işini əgər həddindən artıq köpük yaranarsa, onu müstəqil şəkildə dayandırır. Və artıq köpük yaranarsa burada yazıb. Yaxdan gözüm axtarır ki, görüm harda yazılıb, sizə işarə edeyim. Köpük yaranarsa sensor onun işləməsini dayandırır. Bəs elektromexaniki, görürsünüz bu elektromexaniki taymerin şəklidir. Elektromexaniki taymerin quruluşu nədən ibarətdir? Atomlu elektrik mühərriki var, dişli çarxı var. 3 və 4 yumrucuq paketi o rəqəmlənən hissələr deyil ki, hansı ki o yumrucuqlar paketidir. Bir də sürüşən kontaktları var. Biz kommutator nədir? Kommutator elektrik dövrəsini bağlayıb açmaq üçün istifadə edilən qurğudur. Və onu da nəzərinizə çatdırın ki, elektromexaniki taymerin 10 ildən artıq işlədikdə tez sıradan çıxa bilirlər və hətta paltaryan maşınlarda nasazlıqlar baş verir ki, bu nasazlıqlar məsəl üçün F01, F15, yəni bu kimi. Əslində hər nasazlığın özünün kodu var. İndi burada sadəcə bir-ikisini veribdir, siz biləsiniz deyə. İndi isə keçək bankomata. Baxaq görək bankomat nədir, nə üçün nəzərdə tutulub, quruluşu necədir? Bankomat bilirik ki, həm kartla, həm də kartsız xidmət etmək üçün istifadə olunan bir texniki proqram kompleksidir və bankomatın təyinatına görə növləri var. Ofis, küçə, divar arası bankomatları var və hansı ki sadaladığımız ofisdir, küçədir, divar arası bankomatlar harda qurlaşdırılır? Ofis bankomatları adına məlum olduğu kimi otaqlarda qurlaşdırılır. Küçə bankomatları yenə adına məlum olduğu küçədə istifadə üçün nəzərdə tutulmuşdur. Ancaq divar arası bankomatlar isə ya binanın daxilində, ya da xaricində ara kəsmədə qurlaşdırılır və bankomat iki hissədən ibarətdir ki, bunlar yuxarı və aşağı hissələrdir. Aşağı hissəsində hansı ki pulların verilməsi üçün dispenser. Dispenser nədir? Pulların verilməsi üçün istifadə edilən qurğudur ki, o yerləşdirilmişdir. Hətta 1, 5, 10, 20, 50, 100, 200 manatlıq nominallar üzrə çeşidlənmiş pulları yığmaq üçün 7 kasetdən ibarətdir. Əgər testdə sual olunsa ki, bankomat ümumi, yəni bu sual, bu cümləni desə, ümumi neçə kasetlə təchiz edilir, onda götürəcək ki, ümumi deyəndə o 8 kasetlə, amma nominallar üzrə, görün, baxın, bu söz burada yazılır. Nominallar üzrə çeşidlənmiş pullar neçə kasetə yüklənir desə, onda 7 kaset. Deməli, ümumi deyəndə neçə götürəcək? 8. Niyə 8? Çünki 8-ci kaset hansı ki rejet kasetdir ki, rejet kaset pulların tullanması üçün nəzərdə tutulur. Mən bayaq dedim sizə, dispenser nə üçün nəzərdə tutulmuşdu? Aşağı hissədə yerləşirdi. Dispenser pulların verilməsi üçün nəzərdə tutulurdu. Rejet kaset isə pulların tullanması üçün nəzərdə tutulub. Rejet kaset özü iki hissədən ibarətdir. Bir yaxşı pullar, bir pis pullar. Yəni, misal üçün, biz bankomatda pul ödürük və yaxud pul çıxaran zaman işıq sönərsə, hər hansı bir hal baş verərsə, həmin pul gedir hara? Rejet kasetə. Rejet kasetin də dedik, iki hissəsi var. Bəs bunun yaxşı pulla mı gedir, pis pulla mı gedir? Təbii ki, yaxşı pullara gedir. Amma bankomata daxil etdiyimiz hansı ki cırılmış, rəngi getmiş, bozarmış
pullar isə pis pullar bölməsinə daxil olur ki, o pul həmin pis pullar bölməsinə gedir, sonra o elə bir nömrəsinə görə yenilənir, yenidən istifadəyə verilir. Və feeder var ki, feeder nədir? Feeder isə pulların çıxarılması üçün. Deməli, pulların verilməsi dispenserdir. Çıxarılması feederdir, tullanması isə rejet kasetdir. Yəni hər bir kasetin özünün feederi var. Məsəl üçün 1 manatlığın feederi ayrı. Feederdə nədir? O yarıq kimi var, çıxarılan, pulların çıxarılan hissəsi. Yəni hər kasetin özünün feederi var. 1 manatın özünün feederi var, 2 manatın özünün feederi var, 3 manatın hansı özünün feederi var. Məsəl üçün siz deyək ki, bankomatdan pul çıxardırsınız. Pulu çıxaran zaman ən aşağıdakı kasetdən gələn pul yuxarıdakı hər hansı bir kasetin feederində ilişib qalarsa, elə bir onu bankomat yenidən qaytarır öz kasetinə. O yenidən o əməliyyat təkrarlanıb, o pul sizə təqdim olunur. Və hər kasetdə də nə qədər pul yerləşdirmək olar? Təbii ki, 2000-dən 3000-ə kimi banknot yerləşdirmək olar. Aha, bu da belə. Və kompüter deyirəm, eləcə bankomatda kart reader var ki, kart reader bilirik ki, kartların daxil edilməsi üçün istifadə olunan bir yarıqdır. Monitor bizim seçimlərimizi etmək üçündür. Klaviatura isə hansı ki, kodu yığırıq. Məsəl üçün sensorlu da ola bilər. Misal üçün ekranda yerləşdirilə bilər və yaxud da ki, ayrıca ola bilər. O bilir ki, həm pin kodun yığılmasıdır, həm misal üçün ləğv etmədir, düzəltmədir, bu kimi funksiyalara malik olur. Və mix sualı olub ki, bankomat neçə lentli printerlə təchiz edilib? 2 lentli printerlə təchiz edilib. Qoy bizə dəqiqə görüm, harada yazılıbsa işarəliyim. Hə, buradadır. Bankomat 2 lentli printerlə təchiz edilib. Bu mix sualı olubdur. Biri belə deyək, qəbzi vermək üçün, biri də jurnaldır da, əməliyyatları yerinə yetirmək üçün jurnaldır. Və bankomatın iş prinsipi nədən ibarətdir? Bankomatın iş prinsipi ondan ibarətdir ki, belə deyək, pul çıxarmaq istəyirsinizsə, siz kartı bankomata daxil etdikdən sonra avtomatik olaraq o bankomat, o kart haranın kartıdırsa, o banka yönəldir. Sizin orada hesabınız açılır. İcazə verildikdən sonra sizin yazdığınız məbləğ daxil olur. Əmrlərlə icazə verildikdən sonra sizə təqdim olunur.